Doktor Ramiyar bu iki mənbədəki fərqləri araşdırır. Deyir ki, iki mənbədəki fərq var ha. Onlar nə üçündür? Bunu araşdırır. Biz əvvəl demişdik o bura səhifədə, məsələn Peyğəmbər Übəy barəsində iki dənə söz deyib, iki dənə sifət deyib. Məsələn biri deyək Əbul Munzər və yaxud da Seyyidul Ənsar. Hası doğrudur. Biz həm dəqiqə pisə yozmalı deyilik. Mümkündür hər iki nəzər, hər iki sifət, hər iki deməli cəhət Peyğəmbər desin bu Übəy barəsində. Yox, məsələn biri məlum olur ki, olmayıb və yaxud da hədisin biri zəifdir, onda kənara qoyursan. Həm dəqiqə uzaq ki, ziddiyyət var, yox. Baxsan, bəlkə ikisi də etibarlı hədisdir və ikisi barəsində də Peyğəmbərin sözü həqiqətən də olub. Həm belə onu səsləndirib, çağırıb, həm də belə onu çağırıb. Deyilin bizə həmçinin bu iki dənə kitabın içərisində olan Übəy ibn Kəbin Musəffindəki suri arıcılığının fərqliliyini başqa yerə yozmayaq. Gəlin araşdıraq, görək bunun dərdi nədir? İblis Allahın əmrindən boyun qaçıranda Allah həmin anda onun dərgahından qovmadı. Sən belə deyək, loru dildə, sən bir dərdin nədir? Niyə sən ona səcdə etmirsən, İblis, Adəmə? Niyə səcdə eləmirsən? Sən bir dərdi verdi də. Dedim, mən ondan üstündən, yaranmışam otdan, yaranıb torpaqdan. O adlar qiyas, yəni müqayisə eləməli. Bu batil müqayisə idi. Bu batil müqayisə idi. Düzgün müqayisə deyildi. Bizim hər müqayisəmiz düzgün deyil. Məsələn, Kəbla hadisəsi yoxsa Xocalı. Bunu verən sual bil ki, çaxnaşma yaratmaq istəyir. Ona maraqlı deyil Xocalı və Kəbla. Onun hədəfi çaxnaşma yaratmaq istəyir. İki dənə müqəddəs məsələni qarşı-qarşıya qoyub bir nəfər əgər orada fərqlənmə istəyirsə səndən, bir bunun hədəfi var. Ona maraqlı deyil heç bir tərəf. Məsələn, filan şəhid adını çəkir, ad çəkmirəm dəndir. Filan şəhid yoxsa filan şəhid hası üstündür. Bu səhvdir. Bu olmaz belə şeylər. Bunun da müəyyən cəhətləri var, bunun da müəyyən cəhətləri var. O görə də belə müqayisələr kökündən səhvdir. Məsələn, Kəbə yoxsa Kəblə hası üstündür. Bunlar iki dəyəri heç müqayisə eləməzlər. Məsələn, Taha yoxsa Ən'am surəsi hası daha üstündür. İkisi də üstündür. Hər gülün öz yeyi var. Onun da öz yerində, bu da öz yerində. Əvvəla deyərləri, Allah can sağ versin, sağ qalan ata-anaya, kim dünyasını dəyişib, Allah hamısı rəhmət eləsin. Deyirlər ki, uşaq var hamıza, ata ya ana çox istəyirsən, uşaq qalır ortada, ata deyir məsələn, ana filan. Bu səhv sualdır, sualın özü səhvdir. O görə biz həm dəqiqə qərar qəbul eləməyik. Məsələn, uşaq müəyyən bir səhv elədi, Allah uşaq hamımız, Allah bütün balağı saxlasın, valideynsiniz, nənə, baba filan. Həm də o qınamır sanki. Olub məsələn bir səhv uşaq məsələn eləyib, hamımızın səhvi var. İmam Peyğəmbər deyilir ki, səhvimiz olmasın. Haşa məsələn sən filan şey elədin, məsələn nə səbəb olmuş ki, sən səhv anlamısan. Yəni mən səhv səni təqdim etmişəm deyə, səhv məndədir. Məndən səhv qaynaqlanıb deyə sən səhvləmirsən. Uşaq danışır, elə belə, baxsan ki, həqiqətən uşağın səhvi yoxdur. Bu uşağı belə təqdim eləyiblər. O ki, həm də danlayaq, vuraq, döyək, yox, bu yaxşı bir şey deyil. Həm tələbənin, şagirdlərimizin zehnində mənfi təsir yaradar, həm də övladlarımızın düşüncəsində. İndi bu da həmçinin biz iki dənə kitabda fərqli cümlələrin olması bizi həm dəqiqə yozmayaq. Görürsən, bu belə adam var, haqqı qəbul etmək üçün bahana gəzir. Bax, bunu görən kimi, deyər vəssalam, o deyər, o kitab belə yazır, bu kitab belə yazır. Ümumiyyətlə, mən heç birini qəbul eləmirəm. Yox, bu qaçmaq yoludur. Bu adam əlinə bəhanə axtarır. Haqqı bilmək istəyən, haqqı tapmaq istəyən adam araşdırır. İndi biz araşdırdıq. Görək bu mərhum doktor Ramiyar nə deyib burada? Aydındır. Yəni biz həm dəqiqə tələsik qərar qəbul etməyək. Çünki insan tələsik qərar qəbul edəndən sonra narahat və peşman olar. Budur ki, İbn Nədimin Əl-Fihris əsərində 12 sura qeyd alınmamışdır. Yoxdur burada. Və həmin surələr bunlardır. Ənkəbut, Loğman, Duxan, filan və s. Lakin Əl-İtqan əsərində 7 sura qeyd alınmayıb. Və bu surələrin heç biri Əl-Fihrisdə də qeyd olunmayıb. Və surə üst-üstə düşmür. Yaxşı, bunda olan onda yoxdur, onda olan bunda yoxdur. Yaxşı, sonra Ət-Təmhid əsəri, Ət-Təmhid də ki, demişim, Ayətullah Mərifət, Şiə aləmidir, onun kitabıdır.
O deyir ki, bu iki kitab, bu iki mənbədəki mündərəcatı bir-birinin vasitəsilə tamamlayıb. Bunda müəyyən boşluq qalıb, onda müəyyən boşluq qalıb, ikisinin birdə düzəlib, ola bilməsə bir şey. Məsələn, bir dənə ruçkan var, ruçkanın məsələn birinin deyək üstü var, üstü. Amma içi yoxdur, şarkovu deyir də, içi yoxdur. O bunu məsələn üçün bir dənə ayrıca şarkovu var, ruçkanın içi var, amma qabağı yoxdur. Bunun götürür ikisinin birdə olur nə? Qələm, ruçka. Bu da həmçinin deyir, onda olan boşluğu bunun vasitəsindən, bunda olan boşluğu onun vasitəsindən nə eləyir? Doldurur. Tamamlayıb, nəticədə 116 surə eləyib. Bu işin isə heç bir nəqli və əqli əsası yoxdur. Yəni bunun sübutu var buna. 116 surə haradan çıxdı? Əqli sübut deyir yoxdur, nəqli deyir yox. Və niyə əsasən bu belə eləmirsən, nə faktlar var? Qeyd edək ki, İbn Nədimin Əl-Fihrist, Suyuti Sünnarıdır. Əl-İtqan əsərlərində Bəvdaha 116 və ikiləri nədir? Həfd və Xalə'a adlı iki surə Übə müshəfində var. Bu iki surə, baxın burası deyir surə. Bu iki surə Əl-Fihrist əsərində 90-92-ci surələrdir. Çox məlum. Bunda olan iki surə var ki, məsələn, o burası kitabda yoxdur. O burası kitabın düzüşündə onlar tam fərqli yerdədir. Məsələn, gəlib 115-116-cı surə, o bu müəllifin yazdığı kitabda gəlib 90 və 92-ci surə. Bu həqiqətən surədir. Oxuyaq.